Ekranda gördüyünüz görüntü yəqin çox analara tanışdır. Uşağın burnu tutqunluğudur və valideynlər bundan narahatdır. Əlinin altında olan bütün vasitələrdən istifadə eləmək istəyir, hər hansı bir damıdıcılardan. Amma buradan səslənmək istəyirəm analara ki, hər bir burun tutqunluğu soyuq dəymə əlaməti deyil. Otaq havası qurudur. Çox vaxt kondisioner istifadə edirsiniz, uzun müddət radiator istifadə edirsiniz. Bu da havanın quruluğuna gətirib çıxardır. Havanın quruluğu da uşağın burun tənəffüsünü çətinləşdirir. Belə hallarda hər hansı bir dərman istifadəyə tələsməyin. Gündəlik, hər gün burun təmizliyini riayət etsəniz, bu kifayət edər. Bunun üçün də sizə kömək edə bilər Aquamaris. 3 ayından etibarən istifadə edə bilərsiniz. Aquamaris dərman deyil, gigiyenik vasitədir. Dəniz suyunun əsasında hazırlanmış spreydir. Gündəlik istifadəyə yararlıdır, asılılıq yaratmır. Eyni zamanda qeyd etmək istəyirəm ki, kəskin respirator virus infeksiya xəstəliyi zamanı xəstəliyin müddətini də azaldır. Uşaq rahat nəfəs alanda ana da rahat olur.